Salam, hoş gördük. Link televiziyasının değerli, sevimli tamaşaçıları. Salam, əlinizi xoş gördük, əziz TV tamaşaçıları, əziz Səb Show izləyiciləri, sizləri ürəkdən salamlayırıq. Biz Səb qrupu bir daha sizləri görüşünüzə gəldik. Sizlərin Novruz bayramınızı ürəkdən təbrik edirik əzizlərimiz. Bu günlərim Səb Show'un bayram buraxılışı əzizlərimiz. Səb Show'un baş sponsoru Səb Təndir evidir. Səb Təndir evindən ağız dadınıza uyğun təyamlar, xalqımızın milli bayramı olan Novruz bayramı gəlir qarşıdan. Hal-hazırda da biz verilişimizdə Novruz bayramına qeyd edirik. Əziz tamaşaçılarımız, Səb Təndir evindən şəkər bura, paxlava, qoğal, isti çörəklər, təndir kebabları və s. sifariş verə bilərsiniz. Və əziz tamaşaçılarımız, gördüyünüz bu gözəl məkan Pin House restoranının başda rəhbərliyi Hüseynov Pərviz Əlioğluna ürəkdən təşəkkürümüzü bildiririk. Sağ olsunlar, var olsunlar ki, bugünkü gün bizə gözəl bir şərait yaradıblar, öz qucaqlarını açıblar. Pin House sizlərin yolunuzu gözləyir əziz tamaşaçılarımız. Biz də hal-hazırda Pin House'dayıq. Verilişimizin qayəsi hər bir tamaşaçımıza, bizi izləyən tamaşaçımıza məlumdur. Biz verilişimizin formatı etibarilə hər bir zaman sizlərin görüşünüzə gəldikdə, sizlərin zövqünüzə oxşayan, sizi sevindirən və hər bir zaman sizin ruhunuzu rahatlaşdıran musiqi ifaçılarıyla, sənətkarlarımızla, sənətçilərimizlə sizin görüşünüzə gəlirik. Gəldik ki, əsl sənəti, əsl musiqini, əsl Azərbaycan musiqisini siz tamaşaçılarımıza çatdıraq. Bülbül avaz gelir, Novruz gelir, yaz gelir. Bülbül avaz gelir, Novruz gelir, yaz gelir. Yosa sen de gelsene, gelip salam versene. Otobanı ver göreyim. Biter, yemlik biter, geçer başa tük biter. Ot biter, yemlik biter, geçer başa tük biter. Elle! Başın yağlasın, dəsmal verək bağlasın. Məclis qulaq oynasın, sırtı qulaq oynasın. Əl çalaq, qışlayaq, bu məclisi başlayaq. Əl çalaq, qışlayaq, bu məclisi başlayaq. Bülbül avaz gelir, Novruz gelir, yaz gelir. Bülbül avaz gelir, Novruz gelir, yaz gelir. Bizim çok sevdiğimiz insan,
Əsl vətəndaş. Amma bunların heç birisi nə şablon, nə gəlişi gözəl sözlər deyil. Hər şey göz qabağındadır. Bu içdən, ruhdan, qəlbdən gələn sözlərdir. Əsl vətəndaş əqidəsi, hədəfi bəlli olan bir insan, vətəninin, torpağının, milliliyinin qeydinə qalıb bu yolda fədai olan bir insan, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti və İctimai Nəzarət Koalisiyasının rəhbəri, bizim rəhbərimiz Rasim Məmmədov. Buyursun. Ürəkdən alqışlayaq əziz tamaşaçılarımız. Çox sağ olun. Hər birinizin bayramınız mübarək olsun. Bütövlükdə xalqımızın, millətimizin bayramı mübarək olsun. Yəni sabahlarım artıq Azərbaycan xalqının milli dəyərlərindən, adət-ənənələrindən biri olan ən böyük bayramımız Novruz bayramımızdır. Yəni bizim müsəlmanların təqviminin dəyişilən günüdür. Yeni ilimizdir. Hərçənd ki bizim xalqımız tolerant bir xalq olduğu üçün, dövlətimiz tolerant bir dövlət, multikultural bir dövlət olduğu üçün və bizim dövlətin qurucusu və yaradıcısı dünyanın heç bir xalqlarının bəxsus olmayan, bəxş eləmədiyi ümummilli lider Ulu Öndər Heydər Əliyevin qurduğu bir dövlətdə multikultural dəyərlər Sovetin tuğyan elədiyi vaxtından bugünə qədər öz əksini tapır və bizim ölkənin stabilliyi, bizim ölkənin inkişafı məhz həmin o dəyərlər üzərində qurulması üçün monolitdir, möhkəmdir, əbədidir, dönməzdir, sarsılmazdır. Necə ki, milli liderimiz demişdi. Hər birinizin bayramınız mübarək olsun. Yəni, sabah artıq xalqımız bir gözəl bir günü yaşayacaq, açacaq. Və mən inanıram ki, ilahi elə qismət edər ki, Ali Başkomandanımızın rəhbərliyi ilə bu günlərdə Qarabağda gedən döyüşlər öz effektini verəcək, şəhidlərin qanı yerdə qalmayacaq və biz Qarabağda gələn Novruz bayramlarına, gələn milli bayramlarımızı keçirəcəyik. Allah həmişə bizim xalqımıza bayramları qeyd etməyi nəsib etsin və biz bu günümüzə şükür eləyək, sabahımıza çatmaq üçün inamlı olaq, imanlı olaq. Öpürəm hər birinizi, bütövlükdə Azərbaycan xalqının bayramını təbrik edirəm. Xüsusilə mən bir şeyi vurgulamaq istəyirəm ki, ilk birinci vitse-prezidentimiz Azərbaycan tarixində Azərbaycan xalqının baş tacı olan, Azərbaycanın milli analıq ideyalarını özündə yaşadan Mehriban xanımın bayramını xüsusilə təbrik edirəm. Qoy həmişə ölkəmizdə əmin-amanlıq olsun, qoy bizim qadınlarımız avangard olsun, aparıcı olsun, öndə olsunlar və dünya kişilərinə bir örnək olaraq mesaj versinlər ki, bəli, dünyanın kişiləri etmədiyi Azərbaycan xalqının qadınları edir. Uğurlar olsun, çox sağ olun. Mənim sualım var, adət-ənəni pozmayayım da. Bir dənə sual verəcəyəm. Bax, bu Novruz bayramında ən yadda qalan hadisə başınıza gəlib. Yadınıza zəhmət olmasa. Sayın görün, kim sizinlə yaxşı zarafat edib Novruzda? Valla mənim yadımdadır ki, uşaqlıqda papaq atmışam, papağımı uğrayıblar, verməyiblər. Saatlarla qapının boynumu büküb durmuşam ki, yaxşı bu şəkərburanı qoğalı vermişsiniz, papağımı verin çıxayım gedim. Bax, yadda qalan hadisədir. Elə mən onu hiss edirdim, o sual verdim də. Sən arif adamsın, arif adamsın, bəli. Zahidə günəş gəlir. Buyursun, gəlsin, gözəl ifaları ilə zövqümüzü oxşasın. Hər vaxtınız xeyir olsun, Vaxtınız bayramınız xeyir olsun. mübarək. Amin. Mənə məndən yaxınsan, durmusan zirvətəndə. Qaçıram sənə sarı, əlim sənə yetəndə. Qara gözüm hər deyir, acı dilin yox deyir. Neçə
arasındayam. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Yanır ürək canda söylə əzizim, bunu necə deyim sənə sözüylə. Günlərin birində acı dilin kaş, gülə sülhə gələ qara gözülə. Yanır ürək canda söylə əzizim, bunu necə deyim sənə sözüylə. Günlərin birində acı dilin kaş, gülə sülhə gələ qara gözülə. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Demirəm qara gözəl dilinə tapşır məni. Aradayam çaşmışam birinə tapşır məni. Aradayam çaşmışam özünə tapşır məni. Neçə vaxtdır həylə yoxun arasındayam. Neçə vaxtdır həylə yoxun arasındayam. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Yanır ürək canda söylə əzizim, bunu necə deyim sənə sözüylə. Günlərin birində acı dilin kaş, gülə sülhə gələ qara gözülə. Yanır ürək canda söylə əzizim, bunu necə deyim sənə sözüylə. Günlərin birində acı dilin kaş, gülə sülhə gələ qara gözülə. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Öyrətmisən məni elə özünə, gözünə inanım acı dilinə. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Gözün hə deyir, dilin yox deyir. Sevimli xalqımız, Azərbaycanımız, Azərbaycanlılarımız, əsl Azəri türkləri, sizləri Novruzumuzun gəlişi, baharın gəlişi münasibətilə ürəkdən, səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, bütün müsəlman təqvimi ilə bugünkü gündən sabahki günə keçən gecə il təhvil olunur. Bu il sizə uğur gətirsin. Bu il sizə sülh, əmin-amanlıq, xeyir, bərəkət gətirsin. Bütün azadlıqdan ədalətsiz olaraq kənarda olan varsa əgər, öz azadlığına qovuşsun. Bütün əzizlər öz doğmalarına qovuşsunlar. Qəriblikdə olanlar öz əzizlərinə qovuşsunlar. Qoy bütün sevənlər qovuşsunlar bu il. Bütün hər kəs ki qəlbində istək diləyir, hacəti var, o hacətlər gerçək olsun bu il. Amin inşallah. Millətimiz xoşbaxtlığa, gözəlliyə layiqdir. Qoy gözəllik başınızın tacı olsun bu il. Bu il sizə uğur, xeyir, bərəkət gətirsin. Amin. Novruz bayramınız
Mübarək olsun. Nə Bilmirsən. istəyirsən bizdən? Şimdi ben gelen qonaqlara sual vereceğim. Kim tapsa həmin gün onlara qonaq gedəcəm. Xeyr ola. Yiyib içməyə. Heç birimiz tapmırsınız ha, bildir də. Ay balam, sen beni beğenmirsən, onlar beğenir. Və hamısı mənim qulağıma ayrı-ayrıqda dedilər ki, biz onu bəyənmədik. Yaxşı. İndi deyirsən çöpsən götürüb düşür dalınızda bayram günü. Salım qalmaqal. Ben olaq bayramda. Yaxşı, Şosa baba, yaxşı əsəbə. Adə, mən bahar qızımı bu günə qoymusunuz. Hələ bir danışırsınız da. Buna bax, buna bax, buna bax. Bunun mən indi nətər deyim ki, baharın qızıdır. Maderim bahar kızı. Səni hansı şarm evində belə düzəltdilər, bəzədilər. Gül kimi qız idin. Hani sənin yaylığın, hani sənin belə uzun tumanın, hani? Bəs bu nədir? Enli deyil də. Ha? Gələn səfər biraz enli ilə gidə. Hani sənin yaylığın, hə? Camaat baxır, xəbəri yoxdur. Keçal bir səs, səni də doğrayacaq, məni də. Kesalanı. Gələcək də keçaları. Qışda qalıb. Kim Bəli. qışda qalmayıb, səni axtarır, səndən xəbərsiz. Mən imicimi dəyişmişəm, yəqin ona görə. Ona görə tanımır da, belədir də, budur. Əziz tamaşaçılarımız, burada bizim dəyərlimiz var, dəyərli dostumuz var, musiqili qonağımız var. Məzid gəlir, bizim dəyərli sənətçimiz, istedadlı sənətçimiz. Dinləyin görün də, görün necə yaradır. Çox təşəkkür edirəm Səid. Təqdimatdan çox şey asılıdır. Yaradır dedin. Artıq yaradıcılığın zamanı gəldi. Deyirəm, heç nə həyatda təsadüfi deyil. Öncə səni, sonra əyləşən bir-birindən dəyərli qonaqlarını, eyni zamanda burada əyləşən, əziyyətlərini, haqlarını halal eləsinlər musiqiçilərimizi. Musiqi çox dərin elmdir. Baxın, Süleyman Peyğəmbərin həmişə yazdığı sevgi motivlərinə üstünlük verilmişdi. Və eyni zamanda Ulu Füzulinin onu Leyli Məcnun əsəri idi. Yəni görün, musiqi nə qədər böyük neymətdir, musiqi nə qədər böyük məfhumdur. Bax, Novruzda adət ənənələri var. 3 dənə belə adət ənənədir. 3 dənə. 3 dənə Axı adət çoxdur adət ənənəsi. Üçün də çox desən. Yumurta döyüşməyə, Bir. tonqaldan atlanma, 2, qulaq falına çıxma. 3, əla, bəs eləyər, əla, qazandın. Qazandım. Alqışlar gəlir, qazandı. Ad günümdür, hədiyyəm nədir? Odun üstünə tullananda nə deyirlər? Ağırlığım, uğurluğum bu odda yansın. Bu bir milli adət ənənədir o vaxtdan. Yəni Yox, savadlı oğlandı, xoşum gəldi. ki bəzi xalqlar bunu batıl inanclar adlandırırlar, amma yox, bizim inanclarımız gözəldir, bizim ənənələrimiz də gözəldir. Sən mən bilginən ki, sən ən azından Osmanlı imperatoru kimi bir adamın yanında əyləşmisən. İstəyirsən o saqqalındakı o biri tükləri də qalmasın. Təşəkkür eləyirəm. Novruz bayramınız mübarək olsun. Xaindən, xəbisdən uzaq olun. Bir can sağlığı həmişə qismətiniz olsun. Baxın, bayramlar ildə bir dəfə qeyd olunur. Amma mən sizə, siz izləyicilərimə, burada əyləşən qonaqlarıma, bütün millətimə, yurdun içərisində, yurdumdan kənarda əyləşən, bizi izləməkdə olan bütün hər kəsin bax bu bayramını ürəkdən, qəlbimin dərinliklərindən boylanan ən səmimi duyğularımla təbrik eləyərək demək istəyirəm ki, hər anınız bayram olsun, nəinki ildə bir dəfə. Həmişə də ağzınız mənəvi cəhətdən paxlava da atsın. Özü də Gəncə paxlavası. Analı dünyamıza sülh, əmin, amanlıq arzulamaq istəyirəm. Mən bir ana mahnısı oxuyacağım bugün. Yar için seni terk edip gittim. Vicdanıma bir sor, ne acı çektim. Kendimi ben sana emanet ettim. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem.
Kendimi ben sana emanet ettim. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Rastlarsa gözlerin yaşlı yavruna, suçunu bağışla, sarıl boynuma. Biz bize yaşarken geldik oyuna. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Biz bize yaşarken geldik oyuna. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Ne sevgiler geldi, geçti kalbimden. Kimse anlamıyor garip halimden. Senin hasretini duydum derinden. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Senin hasretini duydum derinden. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Rastlarsa gözlerin yaşlı yavruna, suçunu bağışla, sarıl boynuma. Biz bize yaşarken geldik oyuna. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Biz bize yaşarken geldik oyuna. Eller kadir kıymet bilmiyor annem. Senin kadar kimse sevmiyor annem. Çox təşəkkür edirəm. Və indi isə elə dərhal yerindəcə Sevdə Əli qızına söz vermək istəyirik. Herkesin bayramı mübarek olsun. Neşe belirlere çıkaq. Sülh olsun, əminamanlıq olsun. Amin. Torpaqlarımız tezliğinin alınsın və onu qeyd edək. Amin. İnşallah. İnşallah. Çox danışmaq istəmirəm. Sən də xoş gəlmisən. Sən danışacaqsan axırda. Boş sual verim de. Şərtimiz var axı. Buyur. He. Demək, Novruz bayramında papaq atırlar. Hər adam neçə qapıya papaq ata bilər? Neçə yer istəyir orada atsın. Ay soğuk düzdü. Ben sadece onu saçtırma azdırmak istedim de görüm
Azadı yoksa yok. Əla, əla, əla. Azanlardan deyilik. Bəli, bəli, bəli. Azad olsaydı bu boyda müğənni olmazdı ki. Hə. Bəli, təbii ki. Bahar gelip çəmənə İstəyirəm görəm səni Əti saçıb yasəmənlər yar İstəyirəm görəm səni Əti saçıb yasəmənlər yar İstəyirəm görəm səni İnanılmaz könlüm yadan eşki salıb məni orada Gecə yatıp yuxumda da İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni Eşkin verib qanat mənə Sənsiz yoxdur həyat mənə Eşkin verib qanat mənə Sənsiz yoxdur həyat mənə Gündə 100 yol görsəm yenə Gündə 100 yol görsəm yenə İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni Həyalımda uçuram mən İstəyirəm görəm səni Sənə nəğmə qoşuram mən yar İstəyirəm görəm səni Sənə nəğmə qoşuram mən yar İstəyirəm görəm səni İnanılmaz könlüm yanan eşkin salıb məni orada Gecə yatıp yuxumda da İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni Eşkin verib qanat mənə Sənsiz yoxdur həyat mənə Eşkin verib qanat mənə Sənsiz yoxdur həyat mənə Gündə 100 yol görsəm yenə Gündə 100 yol görsəm yenə İstəyirəm görəm səni İstəyirəm görəm səni Görəm səni 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 Bəli, əziz tamaşaçılarımız, Səb Show'nun baş sponsoru Səb Təndir evidir. Səb Təndir ağız dadınızı bilir. Əziz tamaşaçılarımız, Səb Təndirdən xalqımızın milli Novruz bayramı olan bayramımız üçün ağız dadınıza uyğun şirniyyatlar, təyamlar, şəkərbura, paxlaba, qoğal, isti çörəklər, ləvəngilər, qiriller, təndir kebabları, təndir yeməkləri və s. kənd təsərrüfatı məhsulları da sifariş verə bilərsiniz. Səb Təndir ağız dadınızı bilir. Dünya Azərbaycanlarının Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyasının birgə layihələri çoxdur. Səb Show proqramı, sənətin incəsi verilişi, sənə ehtiyacın verilişi və s. və axır. Bu layihələri həyata keçməsində bizə dəstək olan, ürəyini, bütün studiyanın qapısını, təşkilatın qapısını açan Rasim Məmmədova təşəkkürümüzü bildiririk. Səb qrupu da gözləyirdi ki, mən milli geyimdə və çələngdə gələcəkdim. Ona və onlara sürpriz oldu mənim bu geyimim.
Mən Bahar qızı obrazını qəbul eləmirəm. Əgər Bahar qızı olmalıydısa, mənim yanımda Bahar kişisi də olmalıydı, elə deyilmi? Bahar kişi yoxdur, indi bahalı kişi var. Ona görə də mən Azərbaycan kişilərini və xanımlarını elə də kiçiltmək istəmədim. Bizim xanımlarımızın hər birinin yanında Azərbaycan kişisi dayanır. Ona görə də ya mən Bahar kişisi ilə gəlməliydim və yaxud da ki, modern Bahar Sən gələrdin, mən sənə bahalı kişi tabardım da. Xeyr, mən O deyil, əziz keçər. TV izləyiciləri Kosanı bir Bahar Novruz şənliyinin atributu kimi qəbul edirəm, inciməyin. Atribut bu deyə səmənidir, mən deyiləm. Bizim Bahar kişisi ola bilmərsiniz. Bizim Azərbaycan kişiləri çox gözəl karizmaya malik. Xahiş edirəm, bir dənə Səid bəyə baxın, görün necə gözəl. Başında papaq. Ağzında bəy deyirsən də. Amma mən tərəfə baxma, qorxasın. Və əlbəttə ki, Əli bəy başında səməni. Modern kişisi belə olar. Elza Seyidcanın bundan xəbəri yoxdur. Təşəkkür. Əsas odur ki, Elza xanımın elədiyini təkrarlamamışam, yenilik eləmişik. Təbii ki, Elza xanımın xəbəri var. Dedilər ki, taksiyə minib saat bura gəlir. Deyir, niyə mənim estafet müəllimdən alıbsan? bəli. Orada başlı İlk TV yeniliklər eləyir. Təbii ki, modern Bahar qızı və səməni adam. Dəyişilməz olaraq Kosa həmişə sizinlə. Bəli, Alqışlar olsun. Və istəyirik Hacı müəllimə söz verək. Mən Səhv Şounun uğurlarını hər zaman izləyirəm, hər zaman baxıram və çox sevinirəm ki, nəhayət ki, siz bunu qura bildiniz və bizim televiziya vasitəsilə bu sizin proqramlar yayımlanır. Bugün ən çox, əlbəttə bugün də biz Səhv Şounun qonaqlarıyıq və ən çox alqışlar sizlərə düşür. Çünki və çox gözəl də bizim Bahar qızı yansıtma elədi ki, həm keçmiş, həm müasir bizim Səhv Şounun aparıcıları var. Mən bütün bizim izləyənlərin hər birini, bax bu bayram günü, bayramlarını təbrik etmək istəyirəm. Əlbəttə, bizim ən gözəl bayramlardan biridir və ən sevimli bayramlarımızdan biridir. Bir də deyərdim ki, Azərbaycana hər zaman ancaq bayram yaraşır. Bir daha bayramımız təbrik olsun. Çox sağ olun Hacı müəllim. Gəldiyiniz üçün təşəkkür edirik. Sağ olun ki, varsınız. İndi isə musiqiyə söz vermək istəyirik. Elə yerindəcə, bax bu andaca bizim çox dəyərli sənətkarımız Rəşid bəy buyursun və öz canlı ifaları ilə bizləri, sizləri, dəyərli tamaşaçılarımızı əyləndirsin. Mən də öz adımdan bu gözəl gündə bütün Azərbaycan xalqını bayramına ürəkdən təbrik edirəm. Günləri günlər olsun, bu gözəl bayramlarımızı inşallah Qarabağımızda keçirək.
Bizim gənc qonaqlarımız var. Burada sevimli, əsl istedadlı, həqiqətən mənim illərdir tanıdığım Vasif Əliyev və Vasif Vüsal Əliyev Həsrət. və Buyurun. onun, bəli, vüqar. Bir alqışlar gəlsin. Gəlsinlər dəyərli bura. Gənclərimizin şərəfinə. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Sən mənim gözəlim, mənim ürəyim, mənim mələyim, sən sevgi çiçəyim. Ey mənim huri mələyim, yoxdur sənə gəl dayanar ürəyim. Sevgidə çox bəlalar gəldi başıma, canım sən çıxdın mənim qarşıma. Sanırdım ki sanki mən təkəm, səni ilə mən çox xoşbəxtəm. Gülümsə qız, gülümsə qız, sevgini ver Nüruzə qız. Çox sevirsən bunu bilirəm, mən də səni çox sevirəm. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Eyləmə belə, eyləmə belə, sevgili yar naz eyləmə belə. Bu hərəkətləri məni güldürür, hiç fəllazın məni öldürür. Çox sevirəm səni, neyləyirəm axı mən özgəni. Qoy səs olsun bütün aləmə, dünyalar qədər sevirəm səni. Gülümsə qız, sevgini ver Gülümsə qız, çox sevirsən bunu bilirəm. Mən də səni çox sevirəm. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Ey nazlı gözəl mənə naz eləmə, gəl nazlı gözəl mənə naz eləmə. Səni sevirəm çox bunu bilirsən, ona görə də sən naz edirsən. Çox sağ ol. Bir daha bayramımız mübarək olsun. İsə elə dərhal gecikmədən biz söz veririk əkizlərə, anar və fadar qardaşlar. Bir eşq olsun sizə, yaxşı ki varsınız. Allah sizləri var eləsin. Biz də Allah hər sizləri kəsi çox ürəkdən təbrik görməsin. edirik. Azərbaycan xalqımızı təbrik edirik. Görək kim qalib olur. Yarışa. Evdə kim qalib olurdu sizdə? Bilmirəm. Yarışmamısınız evdə? Biz əkiz qardaşlar elə ikimiz də qalibik. Hə, bu başqa məsələ. Yaxşı idi, yaxşı idi. İndi görək burada kim qalib olacaq? Ya siz, ya mən. Başlayaq. Mən vurup sən vurursan. Yox, sən vur da. Kösa. 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 Görürsən? Bəyəm dinlərdə spiker həmişə qalib olmalıdır da. Çox sağ ol, çox var ol. Onları bura indi cərimə olaraq mənim üçün qəşəng mahnı oxuyasın. Afardı. Bir gözəl musiqi səsləndirəcəyik. Qardaşlarımızın xahişi ilə Dədə Qorqud filmindən gələcək inşallah. Ondan sonra yenə də mahnılarımız.
sazım Kovuğunda sarmaşanda kara sazım Sevgilim, güzelim, adaklı Çok sağ olun. Cənubi Azərbaycandan bir qonağımız var. Verilişimizin əziz, fəxri qonağıdır. Onu bura dəvət edirik. Niman gəlsin, buyursun. Niman, öz ürəkdən gözəl alqışlar səsi ilə gəlsin bizim dəyərli bizi qonağımıza. öbləqləndirsin. Xoş Bir gəldiniz. siz salam deyirəm hamınıza, təşəkkür edirəm belə səb şounuza, qəşəng bir şounuza, hər tərəfli. Bax, xoş gəldin baba. Sağ ol, sən də xoş gəlmisən. Vəziyyət Səfa necədir? gətirmisən. Yaxşıdır. Səndən yaxşı deyil. O taylı bu taylı Novruz var da. Əlbəttə ki, bəli. O tayda yaxşıdır Novruz, bu tayda. Hər tərəfdə yaxşıdır. Hərəsinin öz dadı var. Hərəsinin Yaxşı öz- oldu bir dənə sual da sənə verim də. Əlbəttə Bax, ikisini ver. Novruzda şəkərbura eləyirlər, paxlava eləyirlər, qoğal eləyirlər, düzəldirlər də onları. Bəli, bəli. Şimdi onların rəmzi nədir? Qoğal nə deməkdir qoğal? Qoğal nəyə oxşuyur? Gildə nədir yəni ki, Hə, nə belə. yoxşur deyəndə. Hə, qoğal. Ha, baxın ora, ay Hə, sağ bax, ol. qoğal nəyə oxşuyur? Yer kürəsinə oxşuyur. Günəşdir. Günəşdir. Hə, bəli. və şəkər bura. Şəkər burada. Güneşin yanında ne olur? Aya abi? oxşur. Ay, Ay. sağ ol, gördün. Aha. Bəli, bəli. Paxlava da oldu. Paxlava da oldu, şirinlik. Yo, paxlava güneş, ay sonra qaldı. Nə bilim, ulduz qaldı. Ay baba yaxşı fikirləşdi arada da. Ha, üçünü də tapdın. Alqışlayaq, alqışlayaq, alqışlayaq. Sağ olun, təşəkkür edirəm. Gönlüm sənin əsiri, qəlbim sənindir yar, qəlbim sənindir. İnsaf eylə xoş sözlər, məni gəldindir yar, məni gəldindir. Söyle nedir bu eda, bu iş ve bu naz?
eşq olsun. Nə yaxşı ki bu gün var ki, biz bu gün əsl Azərbaycanlı olduğumuzu xatırlaya bilirik. Nə yaxşı ki bu gün var ki, biz bu gün öz milli adət ənənələrimizi xatırlaya bilirik və bugünkü günün nəbzini tutan, həm sevilən, həm seçilən, həm kifayət qədər istedadlı, biz onun yaxınlarda onun başqa istedadlarını da artıq kəşf eləmişik. İzləməyi unutmayın bizim YouTube kanalında, YouTube izləyiciləri Səb Show'unu izləməyi unutmayın. Orada bizim qonağımız ki var, indi onu təqdim edəcəm. Rövşən Civişov. Rövşən Civişovun bir məharətini görəcəksiniz ki, hətta inanmayacaqsınız. Teşekkür ederim, çok sağ olun. Önce salamlayıram, bizi izleyen bütün tamaşaçılarımızı, Azərbaycan xalqını salamlayıram, bayramları mübarək olsun. Bizim xalqımıza ancaq toy, büsat, əmin-amanlıq, sülh və gözəl günlər yaraşır. Xalqımızı öpürəm, bağrıma basıram. Allah hər birinizin qapısında inşallah gözəl günlər qismət eləsin və ruzi bərəkətiniz hər zaman bol olsun. Sizləri də təbrik edirəm, musiqiçilərimizi də ürəkdən salamlayıram, qonaqlarımızı da xoş gəldiniz deyirəm, bayramınız mübarək olsun. Kösa, Can Kösa. Axır ki belə qəşək xoşuma gəldi, belə geyimli, keçimli belə, maşallah. Bahar qızı, bəyaqdan bahar bəy axtarırdın. Bu da bahar bəyi, hə? Axırı ki verilişin sonuna yaxınlaşırıq və mən Bahar bəyini tapdım. Bahar qız olaraq. İndi bahar qız, yox, bahar qız olması ki, bahar qız deyilsən də. Bu belə olmur axı. Deyək, bir bahar bəyi. Eybi yox, mən onu modernləşdirərəm. Sən bilirsən ki, o bahar bəyi olmaqla həm də baharlı bəydir. Əsas evlənməkdir, sonra dəyişərik imici. Vay. Saqqalımı bunun əlimə vermə ya. Sən nə qədər gec deyil, bu hədiyəni məndən qəbul elə. Nə göz. Üzüdən nara oxşuyur, amma heç. Yox, belə almadır da, alma. Alma bilirsən nə rəmzidir? Peki sualımı verəsən. Verirəm də hövsələn olsun da, bayatı olan səni. Yaxşıdır, mən səni almadım, yoxsa davastroyka başardı. Alma nə rəmzidir? Ha, bilmirsən. Məhəbbət rəmzi. Ay, sağ ol. Deməli, hamı Kosanı sevir. Bunu hələlik mən xurcuna qoyacağım, amma xurcundan indi... Allah'ın adı ya. Hə, sən niyə? Yo, biz yarışacağıq. Görək. Sən qardaşları uduzdu. Görək. Bəlkə mən namizəd olaraq bəylə xanım döyüşək. Ay balam, Azərbaycan deyə bura Avropa deyil. Get oyza bəylə xanım. Kişi dalaşar. Get sən saç yoldusuna çıx. Hə, hazırsa? Mən vurup sən vurursan. Mən vuracam. Yaxşı, yavaş vura. Tut görüm. Hə, sayazsa? Kim uddusa Bahar qızı onunla evlənəcək. Sən Allah ud. Nə böyük şərtdir. Sən Allah ud yine. Məni bedamanda qoyma yine. Ud yine. 2, 3, Neyini seni deyəm, mən biləm necə ud deyirsən, ha. Vur yine. Tərsinə çevir. Yo, belə yaxşı ud deyirsən də. Udmaq istəmirsən? Yaxşı. 1, 2, vur getdik. Uddu. Ay Allah, sənə şükürlər olsun. Mənim onun əlindən tutardım. Əhə. Yumurta tamam. Bu yumurta da qalibiyyət rəzmi olaraq səndə saxla girər. O yan bu qaça bilməyəcək əlindən. Vəssalam. Hə. İndi gözəl musiqi gəlir. Hə, gözəl bir musiqi ifa edəcəm. Mən dostlarıma dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi o qədər çox istəyirəm həqiqətən. O qədər ürəyi təmiz, gözəl insanlarsınız ki, sizinlə fəxr edirəm və gözəl təqdimata görə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Gəlsin bir musiqi. Gözlərin süzmə belə, gözünə qurban. Baxışın nəğmə kimi qəlbimə dolar. Naz etmə aşiqinə, nazına qurban. Dərdindən gül yanağın saralıb solar. Gözlərin süzmə belə, gözünə qurban. Baxışın nəğmə kimi qəlbimə dolar. Naz etmə aşiqinə, nazına qurban. Dərdindən gül yanağın saralıb solar. Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Səni mən çox sevirəm,
sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Dağlar duman olar, halım yaman olar. Səni mən çox sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Gözəllərin içində sənə tay olmaz. Qara sevdaya salar şəhla gözlərin. Görsəm o gül üzünü kədərim qalmaz. Məlhəmdir sevdiyinə şirin sözlərin. Görsəm o gül üzünü kədərim qalmaz. Məlhəmdir sevdiyinə şirin sözlərin. Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Səni mən çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Dağlar duman olar, halım yaman olar. Səni mən çox sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Qadan mən alım, körpəm aralım. Qadan mən alım, körpəm aralım. Ayrılığından qoyma saralım. Ayrılığından qoyma saralım. Su gələr, axar gedər. Durnalar qatar gedər. Dünya bir pəncərədir. Hər gələn baxar gedər. Su
Çox sağ olun. Mən də minnətdaram. Bir daha bayramınız mübarək, yenə də mübarək olsun. Əziz, sevimli İng televiziyasının tamaşaçıları, əziz Səb Show tamaşaçıları, biz bununla da Novruz bayramına həsr olunmuş bu verilişimizi yekunlaşdırırıq. Sağ olun, sağlıqla qalın. Bayramınız mübarək olsun.